Salam əziz izləyicilər, əziz şagirdlər, xoş gördük sizləri. Demək, bugün sizinlə 2025-ci il test toplusundan kompleks ədədlər bölməsindən belə bir sualın izahına baxacağıq. Məsələdə belə bir bərabərlik verilib. Deyir, bu bərabərliyə əsasən Z kompleks ədədinin xəyali hissəsini nədir? Tapın. Bu məsələni müxtəlif formalarda həll eləmək olar. Məsələn, tutaq ki, burada Z kompleks ədədini A plus B şəklində yazıb həll eləmək olar. Amma bu bizim çox vaxtımızı alır. Bunun əvəzində bizə verilən bərabərlikdə kəsirin sürətində olan Z kvadratı plus 16-nı bu formada yazmaq olar. Z kvadratı minus 16, o mənfinin əvəzinə, yəni belə deyək də, I kvadratı düşünmək olar. Bölünsün məxrəcdə Z minus 4I. Plus digər kəsirdə Z kvadratı plus 9-un əvəzinə, yəni Z kvadratı minus 9I kvadratı yaza bilərik. Məxrəcdə də Z plus 3I bərabərdir 12 plus 7I olur. Tamam, bu kəsirin sürətləri bəlli məsələdir ki, bizə iki ifadənin kvadratları fərqi düsturunu verir. Yəni, burada demək Z minus 4I, bir də Z plus 4I, məxrəcdə də Z plus 4I plus digər kəsirin sürətində də yenə düstura əsasən açsaq Z minus 3I, bir də Z plus 3I yaza bilərik. Demək, burada məxrəcdə Z plus 3I bərabərdir 12 plus 7I. Burada birinci kəsirdə Z plus 4 ilə, ikinci kəsirdə, üzr istəyirəm, burada minusu Z minus, burada nə gedəcək? 4 ilə gedəcək. Burada Z plus 3 ilə gedir. Birinci kəsirdə demək Z plus 4I plus ikinci kəsirdə Z minus 3I qalır. Bərabərdir 12 plus 7I olur. Buradan alırıq 2Z bərabərdir 12, burada I olur. Keçir bu tərəfə plus 6I olacaq. Və buradan Z bərabərdir 6 plus 3I. Bu kompleks ədədin xəyali hissəsi 3 eləyəcək. Videonu diqqətlə izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm.